İranın mərhum lideri Ayətullah Əli Xameneyinin vida mərasimində xarici dövlət rəsmilərinin diqqətindən qaçmayan, beynəlxalq mətbuatda isə ciddi müzakirələrə səbəb olan maraqlı bir hadisə yaşandı. Cənazənin qarşısından keçən hər ölkənin nümayəndə heyəti üçün arxa fonda fərqli Quran ayələri səsləndirildi. İnnellezîne qâlû Rabbuna Allahu thumme istaqâmû felâ xawfun. İranın Tabnak və Fararu kimi yerli mühafizəkar nəşrləri də məsələyə dərhal reaksiya verərək bunun təsadüf olmadığını yazdı. Həmin nəşrlər baş verənləri ictimai diplomatiyada yenilik adlandırdılar. Səslənən konkret ayələr İranın beynəlxalq arenadakı gizli dost və rəqib xəritəsini tam çılpaqlığı ilə ortaya qoydu. Mərasimin ən gərgin və ən çox müzakirə edilən məqamı Səudi Ərəbistanı və Türkiyə nümayəndə heyətlərinin gəlişi zamanı yaşandı. İslam dünyasında İranın əsas rəqiblərindən sayılan və ABŞ ilə sıx hərbi siyasi əməkdaşlıq edən Səudi Ərəbistanı rəsmiləri cənazəyə yaxınlaşarkən fonda Əl-İmran surəsinin 13-cü ayəsi oxunmağa başladı. Bismillahirrahmanirrahim. قد كان لكم آية في فئتين التقتا فئة تقاتل. Tarixi Bədir döyüşündən bəhs edən, bir tərəfi mömin, digər tərəfi isə kafir adlandıran bu ayə Əl-Riyadın xarici siyasətinə və Qərb blokuna tərəfdaşlığına qarşı aşkar bir dini tənqid, bir növ siyasi ittiham idi. Digər bir qalmaqal isə Türkiyə heyətinin hörmət duruşunda baş verdi. Ankara regional münaqişələrdə balanslı siyasət yürütməyə çalışdığı və Tehranın gözlədiyi aktiv hərbi cəbhədə yer almadığı üçün ona da pay düşdü. Türkiyə rəsmiləri qarşıda dayanarkən cihada getməyib evdə oturanlarla canı malı ilə vuruşanların eyni dərəcədə olmadığını deyən Nisa surəsinin 95-ci ayəsi səsləndirildi. الحسنى وفضل الله المجاهدين على القاعدين أجرا عظيما. Sosial şəbəkələrdə bu anlar geniş yayıldı və insanlar müharibədə İrana ən çox humanitar və siyasi dəstək verən tərəflərdən birinə belə bir mesajın verilməsini sərt tənqid etdilər. İranın yaxın müttəfiqləri və rəsmi olaraq dəstəklədiyi proksi qruplaşmalar üçün isə tamamilə fərqli, rəğbət dolu bir ton seçilmişdi. وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِن كُنتُم مُؤْمِنِينَ. Həmas və Hizbullah nümayəndələri cənazənin önündən keçərkən fonda sadiqlik və müqavimət xəttini vəsf edən Əl-Əhzab və Əl-Maidə surələri oxundu. وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ
ABŞ ordusunu ölkədən çıxaran Taliban və Yəmən Husilərinin gəlişində isə Əl-Fəth surəsindən zəfər ayələrinin seçilməsi Tehranın bu qüvvələri İslamın prinsiplərinə sadiq, həqiqi döyüşçülər kimi rəsmən tanıdığını göstərirdi. بل أحياء عند ربهم يرزقون. Eyni zamanda çətin geosiyasi dövrlərdə İrana həm iqtisadi, həm də siyasi arxa duran Çin və Pakistan rəsmiləri üçün də Ənfal və İsra surələrindən kömək, təsəlli və müjdə motivli ayələr səsləndirildi. Bununla da Tehran özünün real dayaq nöqtələrini dünyaya nümayiş etdirdi. Sadaqallahul aliyyul azim. Azərbaycan nümayəndə heyətinin gəlişi zamanı isə proses daha həssas və balanslı şəkildə idarə olundu ki, bu da diqqətli müşahidəçilərin gözündən qaçmadı. Fonda oxunan Əl-İmran surəsinin 139-cu ayəsindəki acizlik göstərməyin və kədərlənməyin, möminsinizsə üstün olacaqsınız ifadələri Bakı ilə münasibətlərin indiki vəziyyətinə tam uyğun gəlirdi. Türkiyə və Səudiyyə Ərəbistanına yönələn sərt dini ittihamlarla müqayisədə Azərbaycana qarşı belə bir neytral, müsbət tonun seçilməsi Tehranın Bakı ilə birbaşa qarşıdurmadan qaçmaq və mövcud praqmatik əlaqələri sabit saxlamaq istədiyindən xəbər verirdi. Sadaqallahul aliyyul azim. Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneyi iyulun 9-da Məşəddə dəfn olunub. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.